Bu sözü böyük qardaşımız Türkiyənin prezidenti Turgut Özal deyibdi. Bəli, tamamilə doğrudur. İnanmayanlar internetdə axtarış edib tapa bilərlər. Alqışlar. 5-ci sual. Azərbaycanlı qaçqınlara 17 il humanitar yardım edən İmam Xomeyni İmdad Komitəsi hansı ölkəyə aiddir? A. Qardaş Türkiyə, B. Əmoğlu İsrail, C. Xaloğlu Pakistan, D. Qonşu İran. A variantı qardaş Türkiyə. Yox, o zaman Türkiyə sizə helikopter verirdi. B variantı Əmoğlu İsrail. O da o zaman Bakı neftini necə daşıyacağının planını cızırdı. C. Xaloğlu Pakistan. Xaloğlunuz Pakistan da o zaman yəqin sizə 64 milyonluq ordu göndərib. Qalır D variantı. Təbii ki, qonşu adlandırdığınız əm uşaqlarınızdan da, xala uşaqlarınızdan da, qardaşlarınızdan da sizə yaxın olan İran İslam Respublikası. Təəssüflər olsun ki, cavab səhvdir. Türkün Türkdən başqa dostu yoxdur. Baba, sən nə bihəya adamsan. Yaxşı, əgər mənə inanmırsınızsa, gəlin o zaman zəng eləyək Əli Həsənova. Gəlin zəng edək, o zaman Qaçqın.com-un sədri olmuş Əli Həsənova. Əli müəllim, sualı təkrar edirik. Azərbaycanlı qaçqınlara 17 il humanitar yardım edən İmam Xomeyni İmdad Komitəsi hansı ölkəyə aiddir? A. Qardaş Türkiyə, B. Əmoğlu İsrail, C. Xaloğlu Pakistan, D. Qonşu İran. İmdad Komitəsi İmam Xomeyni adına İmdad Komitəsindən danışarkən mən xüsusi qeyd etmək istəyirəm. Azərbaycanda 80-90-a qədər beynəlxalq humanitar təşkilatlar fəaliyyət göstəribdir. Ancaq bunlar içərisində ən davamlı, Azərbaycan üçün ən maraqlı, ən vacib humanitar təşkilatlardan biri İmdad Komitəsi olubdur, biri də Hilal-i Əhmər təşkilatı. Bizə Ermənistan tərəfindən təcavüz olunarkən, ərazilərimiz işğal olunarkən, 1 milyondan yuxarı qaçqın köçkün problemi yaranarkən Azərbaycana ilk yardım göstərən, Azərbaycana ilk gələn humanitar təşkilat məhz İran təşkilatları olubdur. Yox, nəysə ürəmcə deyil mövzu. Keçək növbəti suala. 6-cı sual. O hansı ölkədir ki, qələbədən sonra baxımsızlıqdan 60-dan çox qazisi özünü yandırıb? A. Prezidentinin Londonda 700 milyon dollarlıq mülkü